Bugün 23 fevraldır. Bir çoxların yaddaşında 23 fevral kişilər bayramı olaraq qalıb. Amma mən heç vaxt 23 fevralı kişilər bayramı olaraq qeyd etməmişəm. Çünki 27 il bundan qabaq 23 fevralda mənim atam dünyasını dəyişib. Bugün atamın adını anaraq plov bişirdim. Qiyməli plovu mənim uşaqlarım çox sevdiyinə görə tez-tez hazırlayıram və sevərək də yeyilir. Halva da bişirdim. Bir çox insanlar fərqli üsullarla bişirir. Mən bu şəkildə hazırladım. Belə halda həm rahat, həm də asan hazırlanır, tez hazırlanır. Bir çox ölkələrdə halva sevilən bir şirniyyat növüdür. Amma bizdə Azərbaycanda nədənsə halva adı gələndə yas mərasimi ağlımıza gəlir. Bunun səbəbi nədir, amma bilmirəm. Atamın timsalında bütün qəbir əhlinə Allahdan rəhmət diləyirəm.